Bulgaria, I love Bulgaria. Ölü balık demek. Bir çox üsullar var ki, dənizləri təmizləmək var. Bizim təqdim edəcəyimiz bu üsul nefti dənizdən, sulardan saçla təmizləməkdir. Necə? Bəs saçı bu cür kapron torbalara yığırıq. Kapron torbalara. İstəyirsiniz, yığdıqdan sonra bura suya, neftlə bulaşmış hissələrə salırıq və saç bütün o nefti özünə hopduracaq. Gördüyünüz kimi belə edirik. Salırıq bunu həmin o çiklənmiş hissələrə. Hopdurur. Məliklə beləliklə siz suyun üzündən və bu cür qəzalar zamanı bütün çox zaman problem olublar, həmin dənizlərin çiklənməsi, sahil, flora, fauna eləyən ziyan, o ilə da bütün nefti dənizlərdən təmizləyir. Maraqlıdır, bəs saçın yığımı necə var? Saçın yığımı, o da tərkiblərimiz var ki, necə ki, məsələn, hal-hazırda metal qəbuli var, plastik qəbuli var, o cürdə olsun, müəyyən miqdarda gəlirlə saçların Мы с вами сотрудничали, мы были у вас на Новый Байрам и на Новый год. В вашем маленьком, но уютном заведении, да. Молодцы, ребята. Ну, для меня это было новшество. Не думала. Молодцы. Вообще, экология настолько загрязнена, особенно в Баку море, оно не чистое. Если, вот как сказал молодой человек, собирать эти волосы, то в Баку, машалла, волос много, и можно сделать какой-то экологически хороший проект. Мне понравилось, молодцы. Dənizlərə, okeanlara küllü miqdarda ziyan deyil. Ziyan. Və məsələn, bunun bir çox üsulları olsa da təmizləmək üçün bizim təqdim etdiyimiz üsul insan saçları olan bir üsuldur. Yəni, necə istifadə olunur? Yəni, təcrübədə iştirak edə bilərsiniz. İnsan saçını bu cür kapron torbalara yığırıq. Və sonra və bir çox təmizləmə üsulları olsa da biz təmizlə etdiyimiz bu üsul saçlarla təmizləməkdir. Necə başlayır bu? İnsan saçını yığırıq kapron torbalara. Torbalara yığırıq və sonra isə neftlə bulaşmış hissələrə və bu nefti. Salınmış saçı ora əlavə edirik, salırıq ora. Və sonra görürük ki, salandan sonra bütün nefti saç yığır. Onlar o cür təmizləyir. Bu, müsbət cəhəti nədən mübarəkdir? Çünki bu, o birisi üsullar var, dispurgatorlar var. Akustik saça yığılmış nefti sonradan zavodlarda emal edilir ki, sonradan onu istifadə edilir. Ona görə Xəzərin təmizlənməsində, Xəzər ikinci yerdədir, İran körfəzindən sonra neft istehsalında. Ona görə daha çox çirklərlə məruz qalır. Metal qəbulu, plastik qəbulu olduğu kimi saçlı qəbulu. Burada da bir işletilir. Biz Azərbaycan Rus
eləyəndə sudan bütün yığır oraya. Çirklənmiş suyu gördüm, diqqətimi çəkdi. Stend çox maraqlıdır, xoşumuza gəldi. Və mən düşünürəm ki, belə uşaqlar və belə layihələr çox olsa, daha maraqlı və daha faydalı olar bizim gəncimiz üçün. Çok da güzel anlattılar. Proje çok orijinaldi. İnsan saçının bu kadar efektif olduğunu ilk defa gördüm. Bence harika bir proje. Onları da tebrik ettim. Bravo dedim. Çok güzel bir nesliniz var. Çok güzel çocuklarınız var. Çok da güzel eğitim veriyorsunuz, tahsil veriyorsunuz. Bravo sizlere. Heç bir məsrəf tələb etmir. Yəni necə baş verir? Adi insan saçı vasitəsilə bu təmizləmə olur. İnsan saçını belə mikron turbalara yığılır və sonra onu neftlə bulaşmış hissələrə salınır. Salanda görürük ki, nəzərdən təmizlənir. Очень дешевый способ очистки воды от нефти с помощью наших волос. Сейчас я тебе покажу опыт. Как мы это узнали? Мы изучали свойства волос и узнали, что волосы могут абсорбировать масло, растительное. Мы провели опыт, 2 грамма волос абсорбировали. 2 тонны волос собирает 43 тонны нефти. Qızıl medalçıların ikinci qrupunun siyahısını təqdim edirəm. Bilirsiniz ki, qızıl medal almaq çətin məsələdir. Ona görə bu kateqoriyada məktəblərin sayı bir qədər azdır. İstər birinci, istərsə də ikinci qrupda. Amma təşkilat komitəsi, münsiflər heyəti çox götür-qoy etdikdən sonra ən layiqliləri qızıl medala layiqdirlər. Tətək yeni nəslin mənəvi tərbiyəsi ictimai birliyinin təmsilçiləri. Belarus Respublikasından qızıl medala layiq görünənlər var. Və Bakı Heydər Əliyev adına müasir təhsil kompleksinin şagirdləri səhnəyə dəvət edəcəm. Qarşınızda qızıl medala layiq görünənlər səhnədə yer alır. İkinci grup şagirdləri və siyahını görürsünüz ekranlarınızda. Budur, qızıl medalçılarımız səhnədədir. Alqışlayaq onları bir daha. Və onların medallarını təqdim etmək üçün, həm də ürək sözləri ilə bölüşmək üçün mən səhnəyə böyük məmnuniyyətlə və hörmətlə Azərbaycan Respublikasının Təhsil Naziri Professor Misir Mərdanovu dəvət edirəm. Yine de Azerbaycan məktəbliləri qarşınızdadır. Belçika məktəbliləri qızıl medala layiq görülürlər. Bravo! Əsas amalı o olub ki, Azərbaycan və dünyanın bütün ölkələrində biliyə əsaslanan bir mühit yaransın. Biliyə, bacarığa əsaslanan bir mühit yaransın ki, insanlar daha xoşbəxt olsunlar. Bir daha hamınızı təbrik edirəm. Olimpiyadanın qaliblərini təbrik edirəm və mən əminəm ki, bu olimpiyada gələnlərin hamısı qalib olaraq sağ-salamat öz vətənlərinə qayıdacaqlar və öz vətənlərində Azərbaycanda gördüklərini öz soydaşlarına, öz həmvətənlərinə yayacaqlar. Təbrik edirəm. Bu gün əslində bizim üçün bayramdır və bayramımız mübarək olsun deyirəm. Müxtəlif kateqoriyalar üzrə qızıl, bürünc və gümüş medala layiq görülənlər. Gəlin hamınız səhnəyə. Hörmətli qonaqlarımızdan bir daha xahiş edəcəm səhnəyə gəlsinlər. Təşkilatçılardan bir daha xahiş edirəm. Səhnəyə gəlin, rica edəcəm. Xatirə şəkli çəkdirmək üçün sizinlə. Yekunda bütün ölkələrin təmsilçiləri ilə bərabər son bir şəkil çəkilsin. Xahiş edirik. Buyurun səhnəyə. Hem mükafatçılar, hem təşkilat komitəsinin üzvləri,
olmasa yeniden dəvət edirik qonaqlarımızı səhnəyə, təşkilatçı qrupları və son olaraq şəkillər çəkiləcək. Bir qədər arxaya zəhmət olmasa, xahiş edirəm bütün şagirdlərdən bir qədər səhnənin arxasına keçin, qonaqlarımız gəlir səhnəyə sonuncu xatirə şəklini çəkdirmək üçün. Biraz daha arkaya, biraz daha arkaya. Ay sağ olun, minnettarlığımız. Bravo. Buyursun qonaqlarımız mərkəzə, xahiş edirik. Buyurun zəhmət olmasa, əziz qonaqlar, sizinlə son bir şəkil çəkiləcək. Bununla da İLEPO Avrasya Beynəlxalq Elm Olimpiyadası 7-ci dəfə keçirilən olimpiyada işini tamamlayır. Sizinlə növbəti il, eyni zamanda paytaxt Bakıda görüşmək diləyilə. Bayramınız mübarək olsun, elmimiz hər zaman zirvədə olsun və can sağlığı arzusuyla sizin hər birinizə biz bu möhtəşəm tədbirimizi yekunlaşdırırıq. Alqışlarımızla, əziz qonaqlar, təbriklərimiz, sonsuz arzularımız və istəklərimiz olimpiyada iştirakçıları və təşkilatçıları üçündür. Alqışlarımız olimpiyadanın təntənəli bağlanış mərasiminə, əziz qonaqlar. Təbrik edirik bir daha ürəkdən. Sonsuz minnətdarlığımız, alqışlarımız Azərbaycan üçün. Görünməkdə mükəmməl bir görüntü var səhnədə. Görünməkdə gözəl bir görüntü var. Yaşasın müstəqil Azərbaycan. Alqışlarımız və bayraqlarımızı qaldıraq, dalğalandıraq Azərbaycan bayrağını zirvədə. Hər zaman bayrağımız